Uğur Hekayəsi seriyamızın növbəti qəhrəmanı Charlie Munger. Warren Buffett'ın sağ əli, uzun illər Berkshire Hathaway'ın vitse-prezidenti və maliyyə dünyasının ən ağıllı investorlarından biri. Munger'in yanaşması sadə, amma dərin idi. Yaxşı qərar vermək üçün sadəcə maliyyəni yox, psixologiyanı, tarixi və insan təbiətini də bilməlisən. O, multidisiplinar düşüncə modelinin tərəfdarı idi. Yəni, fərqli sahələrdən bilikləri birləşdirib analiz etmək. O, sürətli qazanc axtaranlardan deyildi. Deyirdi ki, böyük sərvət yavaş və səbirli şəkildə yığılır. Munger Buffett'a ucuz və keyfiyyətsiz şirkətlərdən uzaq durmağı, əvəzində yüksək keyfiyyətli bizneslara yatırım etməyi öyrətdi. Bu dəyişiklik Berkshire Hathaway tarixində dönüş nöqtəsi oldu. Onun sarkazmı və ağıllı sözləri çox məşhurdur. İnsanların 95% səbirsizliyə görə yoxsul qalır. 2023-cü ildə vəfat etsə də, onun düşüncə tərzi hələ də bir çox investorların yol xəritəsidir. Charlie Munger səbrin, təhlilin və düzgün düşüncənin simvolu idi. Növbəti uğur hekayətində kimi görmək istərdiniz? Mütləq şərhlərdə bunu qeyd edin.